məsəl üçün göyərtilərdə olsun, tərəvəzlərdə olsun. Bıçağınız nə qədər iti olsa, o qədər rahat işləyəcəksiniz. Yəni istədiyiniz şeyi doğraya bilirsiniz. Baş barmaq həmişə arxada olmalıdır. Baş barmağı belə tutub nəyisə, götürüb nəyisə doğramaq olmaz. Çünki belə götürüb doğrasınız, barmağınızı kəsə bilərsiniz. Kimsə çağırır, eləyir, mətbəx biraz bastırıq olur, hayküylü olur, iş prosesi çox olur. Gəlib kimsə toxuna bilər sizə, çox şey olur. Yəni ona görə həmişə ehtiyatlı saxlanmaq. Baş barmaq həmişə arxada, qabaq barmaqlarda ki, doğradığınız məhsulun üstündə. Bıçağı da doğrayanda biraz çəp tutursunuz. Nəyə görə? Çünki kəsmiyorsunuz əlinizi. Bıçaq gedəndə, çaşanda da çəp keçsin əlinizdən də, yəni. Və yaxud kəssəniz də zədəni azaldasınız deyə. Bıçağı belə doğrasınız, əlinizi kəsə bilərsiniz. Bıçağı bir damcı əyri tutursunuz ki, rahat olsun. Rahat olsun. Doğradıqca baş barmaq elə bir ki, sizə dayaq kimidir də burada. Bu qaydada götürüb eləyirsiniz. Məsəl üçün, mətbəxdə, evdə eləyirlər analarımız, bacılarımız, nəyisə əldə doğrayırlar, eləyirlər. O ev şəraitində başqadır, mətbəx şəraitində ancaq daskalarla istifadə edirik. Yəni, daskalardan istifadə olunur nəyisə doğramağa. Nəyisə soyursunuz, eləyirsinizsə, onda başqa məsələ. Amma doğrayırsınızsa, ancaq daskada istifadə eləməlisiniz. Dəmirin üstündə doğramaq olmaz. Həm bıçaq kütləşir. Daskaların da fərqli-fərqli rəngləri var. Qırmızı daska ət üçündür. Sarı daska, məsəl üçün, toyuq məhsullarını doğraya bilərsiniz. Yaşıl tərəvəzlər üçündür. Ağartı məhsulları, məsəl üçün, belə deyək də, pendir, zad, belə bu istifadələr üçündür. Yaşılda tərəvəzdir, dedik. Bir də boz karisnin taxtalar olur və yaxud adi bildiyimiz bambuk taxtalar olur. Onlarda bambukda çörək doğramaq üçündür. Qaralarda da pişmiş məhsulları doğramaq üçündür. Yəni, bu bıçağı pişmiş məhsula istifadə eləmirsiniz. Onun üçün atdelini bir bıçağa ayrılır, ondan istifadə olunur. Meyvə tərəvəzin də bıçağı, daskası ayrı olur həmişə. Çünki iyi gələ bilər. Meyvə tərəvəzdə ancaq meyvə tərəvəz doğrayır. Meyvələr üçün daha doğrusu desək. Ancaq meyvə doğramaq üçün bir dənə daska, bir dənə bıçaq ayrı olur ki, o bıçaq nə sarımsağa deyir, nə soğana deyir, nə balığa, nə başqa məhsullara ki, iyi tutmasın. İstər-istəməz nə qədər yuyulsa da, eləsə də canında qalır. Onun üçün meyvənin boşqabı, daskası ayrı olur həmişə. Bıçağı da ayrı olur ki, iyi tutmasın.